Bugün 10-12 iyun tarixlərində Bakıda baş tutacaq 2-ci Türk Ticarət sərgisi Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Rock Expo şirkətinin təşkilatçılığı ilə Baku Expo mərkəzində keçiriləcək. Türk Ticarət sərgisi təşkilatçısı və Rock şirkətinin təsisçisi Aygün Əliyevanın sözlərinə görə, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında varlığımızı artırmaq üçün bir çox mühüm addımlar atıb. Bugün çok gururluyam, aynı zamanda da çok heyecanlıyam ki ikinci Türk Ticarət sərgisini məhz vətənim Azərbaycanda keçirirəm. Bildiyiniz kimi Türk dövlətlərinin iş dünyasının ən böyük görüşü deyirəm mən bu Türk Ticarət sərgisinə və birincini Türk dövlətlərinin belə deyim də qardaş ölkəmiz Türkiyədə, İstanbul şəhərində keçirdi. 7-9 noyabr 2024-cü il tarixində İstanbul Expo mərkəzində keçirdi. Və ikinci Türk Ticarət sərgisini 10-12 iyun 2025-ci il tarixində Bakı Expo mərkəzində 11 ölkə və 20-dən çox ölkənin iştirakı ilə keçirəcəyik. Və burada biz belə deyirəm, getdikcə böyüyürük, getdikcə inkişaf edirik və əməkdaşlığımız böyüyür. Belə ki, birinci sərgiyə rağmen ikinci sərgimiz daha çox belə deyim, ilgi diqqət topladı və hazırda biz 3 gün ərzində yüzlərcə Türk dövlətlərindən və eyni zamanda qonaq ölkələr Pakistan və Çinindən də iştirakçıları qəbul edəcəyik və yüzlərcə firma 3 gün ərzində əməkdaşlıq edəcəklər və franchise vermək istəyən, ikili görüşməyə gəlmək istəyən firmalarımız, stendlə iştirak edən və stend quran firmalarımız hər birini biz Azərbaycanda qonaq edəcəyik. Türk dövlətləri arasında bildiyimiz kimi 35-dən çox sahədə əməkdaşlıq davam edir və hətta 2 gün öncə yenə Budapeştdə müqaviləsi imzalandı Türk Dövlətlər Təşkilatının qeyri-rəsmi zirvəsində Macaristanda və bu çox sevindirici haldır ki, bizim birinci sərgidən də öncə Bişkek zirvəsi olmuşdu Qırğızistanda. Onda da önəmli qərarlar qəbul edilmişdi və sanki paralel olaraq biz həm dövlət əhəmiyyətli görüşlərin, müqavilələrin və eyni zamanda da özəl sektorun inkişafı da eyni zamanda paralel olaraq irəliləyir. Belə ki, bu sahələr inkişaf edildikcə özəl sektor da bundan yararlanmağı düşünür, özəl sektor da bundan istifadə eləməyi və belə deyim, Türk dövlətlər arasında ticarətdə həm sürətli, həm də daha ucuz vasitə ilə çatmağa çalışırlar və bizim bu sahə platformanın da məqsədi məhz budur ki, Türk dövlətləri arasındakı şirkətlər, Türk dövlətlərindəki şirkətlər bir-birlə ticarətləri bu platformada hər bir neçə ayda bir hər ölkədəki böyük görüşümüzdə sürətli şəkildə nail ola bilsinlər. Bunun üçün belə deyim, bütün resurslarımızı, bütün əlaqələrimizi səfərbər eləyirik və sağ olsunlar Türk dövlətlərinin dövlət qurumları da bizim yanımızdadırlar. Bu görüşlərin təşkilatçılığında olsun, məlumatlandırılmada olsun və bir sevindirici hal da odur ki, Türk dövlətləri görüşünü sadəcə Türk dövlətləri deyil, qonşu dövlətlərdən, hətta belə deyim, Afrika, Amerika, Avropa, Pakistan, Çinə qədər çox böyük bir diqqət və rəğbət var. Məhz investorlar Türk dövlətlərlə görüşmək adına bu tarixdə Azərbaycana gələcəklər və bu böyük görüşmə hər birimizi, hər kəsi, bütün iş dünyasını, iş qurmaq istəyəni, çünki bizim orada startuplarımız var, bizim orada investisiya imkanları var, bütün hər biri də professional məruzəçilərlə həm konferanslarda görüşüləcək. Ona görə hər kəsi dəvət edirəm.